Hər birinizə salam, mən Əmirli Elsəvər. Bugün sizlərlə 2024-cü il 1-ci OTK-da düşmüş modelləşdirmə mövzusunun sualın izahına baxırıq. Gəlin sualla tanış olaq. Qraf və ona uyğun çəki matrisinə əsasən A məntəqəsindən D məntəqəsinə, C məntəqəsindən C məntəqəsinə qədər yolların uzunluqları cəmini hesablayın. Qrafdakı təpələr əlifba adlığı gözlənilmədən matrisdə M1, M7 olaraq işarələnmişdir. İlk öncə bu tip suallarda nə etməliyik? Biz hansı təpənin hansı belə deyim M1, M2, M3 hansı ədədə belə deyim ədəd və hərf kombinasiyasına uyğun olduğunu tapmalıyıq. Gəlin baxaq. Necə tapa bilərik? Biz suala nəzər yetirsək D təpəsini rahatlıqla buradan tapa bilərik. Necə? Baxın, D təpəsinin hansı xassələri var? D təpəsi iki tillidir, yəni iki qonşusu var. Əla. Deyə bilərsiniz ki, G təpəsi də iki tillidir, həmçinin C təpəsi də iki tillidir. Amma D təpəsinin C və G-dən fərqləndirən bir xüsusiyyəti var ki, onun qonşularının ikisi də üç tillidir. Amma G ilə C-yə nəzər yetirsəz, G və C-nin qonşuları ikisi də belə deyək, üç tilli deyil. Biri üç tillidir, biri iki tilli. Əla. Onda D təpəsinə deyə bilərik ki, D təpəsi elə iki tillidir ki, onun iki qonşusu da üç tilli olsun. İki tilliləri tapın. Yəni iki qonşu olanlar iki tillilər. M1-dir, M4-dir, M6-dır. Aha. Görək M1-in qonşuları hansıdır? M3-dən M7. M3 3 tillidir, M7 də 3 tillidir. Onda belə çıxır ki, M1 bizim üçün D təpəsi idi. Əla. Onda M4 ilə M6 da bizim üçün uyğun olaraq biri G, biri C olacaq. Hələ ki bilmirəm hansıdır. Hansı G-dir, hansı C-dir. Biz amma M4-ü tapdıq. Əla. M4-ü tapdıq. M4-ü tapdıqsa rahatlıqla A-nı da tapa bilərik. Deyə bilərsiniz necə tapa bilərik? Fikir verin. A təpəsi 3 tillidir və bir qonşusu D, digər qonşuları 3 tillidir. Aha. Başqa belə xassət, yəni belə uyğun xüsusiyyətlərə malik bir təpə var, yoxdur. Fikir verin, məsələn B təpəsidir, Y təpəsidir, F təpəsidir. Bunlar da 3 tillidir. Amma bunların qonşu, məsələn Y-nin bir qonşusu D-dir, bir qonşusu G-dir, yəni 2 tillidir, digər qonşusu 3 tillidir. Amma A-nın iki qonşusu da 3 tillidir, digər qonşusu 2 tillidir. Aha, D ilə qonşu olan 3 tilli. M3-dən M7-dir bunlar. Hansı A-dır? Digər qonşuların ikisi də 3 tilli olan. M3-ün digər bir qonşusu M2-dir, 3 tillidir, digər qonşusu M5-dir, o da 3 tillidir. Deməli, M3-də bizim üçün A təpəsidir. M3-də A təpəsidir. İndi baxın, bizdən A və D məntəqələrini birləşdirən tillərin uzunluğunu soruşur. D-dən A-ya 21-dir tilin uzunluğu. Və G və C məntəqələri, G-dən C məntəqəsini birləşdirən tilin uzunluğu. Mən də bilirəm ki, M4 ilə M6 biri G, biri C-dir. Yəni, istənilən halda M4 ilə M6 arasındakı til 53 olacaq da, bura 53-dür. Hansı ilə hansı olduğunu da tapmamıza burada ehtiyacımız yoxdur. Əla. Bunların cəmini soruşur, 74 olacaq bizim üçün doğru cavab. Növbəti videolarımızda görüşmək ümidi ilə.